Salam, hər vaxtınız xeyir olsun. Bu gün hər zamanki kimi sizlərə çox əziyyət vermədən, amma çox-çox ləzzətli, asanlıqla hazırlaya biləcəyiniz peçenye resepti paylaşacağım. Xəmirini hazırlamaq üçün yoğurma qabına bir yumurta, bir stəkan şəkər pudrası əlavə edirəm. Üzərinə 3 sivrim yemək qaşığı kakao əlavə edirəm. Dediyim kimi qaşığı təpələmə doldurmayın. 150 qram kərə yağını əridərək ilıq şəkildə kütləyə əlavə etdim. Son olaraq bir paket vanil töküb spatula ilə yaxşıca qarışdırıram. Kakao və şəkər pudrası kütlənin içində tamamilə həll olmalıdır və bu şəkildə bir qədər qatı formada kütlə əldə olunur. Üzərinə 2 stəkan ələnmiş un əlavə edirəm. Unun üzərinə bir paket qabartma tozu töküb təkrardan spatula ilə qarışdıracağam. Heç unun miqdarını artırmadan əvvəlcə spatula ilə qarışdırdım. Daha sonra toparlaması üçün əlimlə yoğurdum. Çox yoğurmağa ehtiyac yoxdur. Xəmir formasını almalıdır. Yumuşaq, hamar, gözəl görüntülü qurabiyə xəmiri əldə olunmalıdır. Qeyd edim ki, kakaonun tüdlüyündən asılı olaraq xəmirin də rəngi sizdə fərqli ola bilər. Gördüyünüz kimi xəmir çox rahat formasını da saxlayır. Heç gözlətmədən xəmirdən qoz böyüklüyündə kütlələr ayırıb əlimlə dairə şəklinə gətirəcəm. Verdiyim reseptə əsasən hazırladığım xəmirdən 20 ədəd peçenya əldə etdim. Bu sizdə peçenyələrin ölçüsünə, formasına görə dəyişə də bilər. Gördüyünüz kimi üzərindən də heç bir şəkildə bastırmıram, çünki bişərkən özü bir qədər yayılacaq. Yağlı kağız sərdiyim soba listinə aralıqlı məsafələrdə düzüb hələlik kənara qoyub üzəri üçün şokolad hazırlayacağam. 100 qram damla şokoladını şüşə bir qaba boşaldıb su buxarında əridirəm. Diqqət etmək lazımdır ki, su şüşə qaba dəyməsin. Daha sonra hazırladığım peçenyələrin üzərinə şokoladı bu şəkildə batırıb təkrardan yerinə qoydum. İstərsəniz qaşığın köməyi ilə də şokoladı peçenyələrin üzərinə vura bilərsiniz. Hətta şokoladı sıxma torbasına tökərək də peçenyələrin üzərinə sıxa bilərsiniz. Dəyərli dostlar, videonu bura qədər izlərsəniz, video haqqında fikirlərinizi, suallarınızı rəylər bölməsində yazaraq, videonu bəyənib, dostlarınızla paylaşaraq mənə də dəstək ola bilərsiniz. Sizin dəstəyiniz hər zaman dediyim kimi mənim üçün çox önəmlidir. Peçenyeləri əvvəlcədən qızdırdığım 160-170 dərəcəli sobada alt üst rejimdə üzəri bu şəkildə çatlayana qədər bişirirəm. Bişmə vaxtı sobanıza görə dəyişə bilər. Tamamilə soyuyandan sonra yağlı kağızdan qoparmaq lazımdır. Peçenyelerin üzü normal olaraq çatlamalıdır. Tamamilə soyuyandan sonra üzərinə əlimizi vurduğumuz zaman da əllərimizə şokolad bulaşmayacaq və bu qədər çox ləzzətli ağızda əriyən peçenyelerim hazırdır. Üzəri xəfif sərt, içi isə yumuşaqdır. Yoxlamağa dəyər, gördüyünüz kimi də ağızda ovulur. İnşallah yoxlayıb nəticəni də mənimlə rəylər bölməsində paylaşarsınız. Əgər kanalım bu video ilə sizin qarşınıza çıxıbsa, o zaman abunə olub, bildirimləri açaraq yeni videolarımdan xəbərdar olmağı da unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Allah'a əmanət olun.